Yaxın vaxtlar Ukrayna Müdafiə Qüvvələri Rusiyada şahid tipli Rusiya adıyla Geran 2 adlanan uzaq mənzilli kamikadze dronlarının istehsal olunduğu iki yerdən biri olan Alabuqa Azad İqtisadi Zonasına yeni zərbə indirib. Defense Express media qurumunun məlumatına görə əvvəlcə mediada bu zərbədə A-22 təyyarəsinin pilotsuz bombardman çəkimi iştirak etdiyi fərziyyəsi səsləndirilmişdi. Lakin sonradan Baş Qərargah Polkovniki Telegram kanalı təhlil dərc edib ki, bu zərbə üçün A-22 təyyarəsi və 100 kiloqramlıq döyüş başlığı olan kamikadze planerindən ibarət birləşmə istifadə olunub. Xüsusi və bu postda həmçinin qeyd olunur ki, planörlərin təyyarə ilə dartılması, onların elona çıxarılması üçün Tibix həm də burada ayrıldıqdan sonra hava axınları sayəsində müstəqil uçuş edirlər. Planerin mühərriki yoxdur. Buna görə də hədəf bölgəsində ayrıldıqdan sonra dərhal ona doğru hərəkət edir. Eyni zamanda pilotsuz planer 100 kiloqrama qədər döyüş yükü daşımağa imkan verir. Belə bir sxemdən istifadə sayəsində döyüş təmas xəttindən böyük məsafədə nisbətən böyük partlayıcı ekvivalenti ilə eyni anda iki obyekti vura bilərsiniz. Bu postda da deyilir. Defense Express təhlili göstərir ki, indiyə qədər dron kamikadze dartıcı plus planer kamikadze əlavə döyüş vahidi kimi sxeminin istifadəsi dünyada qeydə alınmayıb. Hazırda pilotsuz kamikadze təyyarəsi kimi planerin istifadəsinə dair başqa sübutlar da yoxdur. Yalnız 2-ci Dünya Müharibəsi təcrübəsini xatırlamaq olar ki, o zaman müttəfiqlər Avropada 2-ci cəbhəni açmaq üçün geniş miqyaslı desant əməliyyatları zamanıca 47 nəqliyyat təyyarələri tərəfindən dartılan eniş planerlərindən istifadə edirdilər. Həmçinin eyni 2-ci Dünya Müharibəsinin Almaniyanın reallaşmamış Blochmund-Vos 40 qırıcı planeri layihəsini də xatırlamaq olar ki, bu planer 230 mm-lik təyyarə topu ilə təchiz edilməli idi və hava hücumundan müdafiə üçün olduqca eksotik bir ideyanın ifadəsi idi. Lakin obyektiv texniki çətinliklər səbəbindən məntiqi nəticəyə gətirilə bilmədi. Nəhayət, Misten ilə tarixi paralellərdə ağla gəlir 1000 kiloqramlıq döyüş başlığı olan kamikadze dronuna çevrilmiş bombardmançı və idarə etmə təyyarəsindən ibarət birləşmə mərmi təyyarəsini istifadə nöqtəsinə çatdırmalı idi. Amma Misteli məhdud istifadə və az effektivlik əldə etsə də, belə bir inkişafın mövcudluğu faktı müəyyən bir konseptual iz buraxdı ki, bu da A-22 təyyarəsi plus 100 kiloqramlıq döyüş başlığı olan kamikadze planeri birləşməsini yaratarkən istifadə oluna bilərdi. Hal-hazırda Kremli tənqid etdiyi üçün həbs cəzası çəkən Rusiyalı müharibə cinayətkarı Igor Girkin Strelkovun fikrincə Vladimir Putinin Ukrayna ərazisində Rusiya ilə sərhəd boyu bufer zonası yaratmaq ideyası Ukrayna ərazisinə dərinə tammiqyaslı hücum üçün informasiya pərdəsi deyilsə idiotikdir. Girkinin hazırda həyat yoldaşı tərəfindən idarə olunan Telegram kanalı bufer zonası ideyasının zərərliliyi haqqında məktubundan parçalar dərc edib. ÜPR qruplaşmasının keçmiş səhra komandiri vurğulayır ki, sərhədin Ukrayna tərəfində belə bir zonanın yaradılması Rusiyaya strateji nöqteyi nəzərdən heç nə verməyəcək. Girkin yazır.
hətta sərhədlərimiz boyunca 30, hətta 50 kilometr dərinliyində bufer zonaları yaratmağa nail olsaq və orada dayansaq belə müharibə dayanmayacaq. Axı bölgələrimizə zərbələr dayanmayacaq. Çünki hücum dronları və xüsusilə raketlər üçün 30-50 kilometr məsafə ümumiyyətlə əhəmiyyətsizdir. O vurğulayır ki, sərhəd zolağını tutmaq və sonradan saxlamaq üçün çox sayda Rusiya qoşunu yerləşdirilməli olacaq. Eyni zamanda Ukrayna silahlı qüvvələrini sərhəddən sadəcə itələmək onların məğlubiyyəti demək deyil. Bu isə hərbi əməliyyatların davam edəcəyi anlamına gəlir. Birkinin fikrincə, bu formada Putinin planı Rusiyanın strateji məqsədinə Ukrayna dövlətinin məhvini yaxınlaşdırmır. Əksinə onu bu məqsəddən uzaqlaşdırır. Birkin yazır, bufer zonaları ideyası əgər bunu həqiqətən də etmək niyyətindədirlərsə, bizi müharibədə uğursuzluğa aparacaq uduzan bir variantdır. Sadəcə desək, strateji nöqteyi nəzərdən bufer zonaları ideyası axmaqdır. Eyni zamanda o etiraf edir ki, Putinin Sumu və Xarkov vilayətlərində bufer zonaları yaratmaq planları haqqında sözləri sadəcə hücum niyyətlərimizi maskalamaq üçün təbliğat hiləsi ola bilər. Xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Rusiyanın dron və artilleriya hücumlarından Rusiya sərhəd bölgələrini qorumaq üçün Ukrayna ərazisində bufer zonası yaratmağa ehtiyac duya biləcəyini bəyan edib. Bəyanat müdafiə tədbiri kimi təqdim edilsə də, strateji dəyişikliyə işarə edir. Rusiyanın öz əraziləri kimi iddia etdiyi ərazilərdən kənarda daha dərin ərazi genişləməsinə haqq qazandırılması, Ukraynanın Xarici İşlər Nazirliyi həmin gün daha sonra bəyanata cavab verərək Putinin şərtlərinin Rusiyanın sülhdə əhəmiyyətli dərəcədə maraqlı olmadığını göstərən daha bir sübut olduğunu bildirib. Xarici İşlər Naziri Andriy Sybiha deyib, dünyaya xatırladıram ki, Putinin bufer zonası haqqında bəyanatları tam davamlı atəşkəsə nail olmaq, qətləri dayandırmaq və sülhü irəli sürmək üçün aktiv səylər fonunda verilir. Bu yeni aqressiv iddialar sülh səylərini açıq şəkildə rədd edir və göstərir ki, qətlərin davam etməsinin yeganə səbəbi Putin olub və olaraq qalır. Bu müharibəni bitirmək üçün ona daha çox təzyiq göstərilməlidir. Və bufer zonalarına gəldikdə isə Rusiyanın ərazisində bufer zonası ola bilər. Buna görə də Ukrayna keçən ildən orada əməliyyat aparır.